Salam, short text, yəni qısa mətnlərdə çətinliyi olan abituriyentlər üçün bu videonu hazırladım. Ümid edirəm ki, faydalı olar. 9-ların bu yaxınlarda imtahanı var. 2-ci və 3-cü zona. Ümid edirəm ki, imtahanlarda da uğur qazanarsınız. Kanala abunə olmamışsınızsa abunə olmağı da unutmayın, çünki yeni faydalı videolar da irəlidə gələcək. Başlayaq short textdə. Deməli, ilk öncə tərcümə etməyə çalışaq. Əvvəlki videolarda izah vermişdim tapma yolunu. Yenə də burada da bəzi şeylərə toxunacağıq. Tərcümə edək ilk öncə. Deməli, dünyaca məşhur sirk artıq şəhərimizdədir deyir. Gəl və gör, don't come alone, tək gəlmə. Əgər sənin yerinə olsaydım, if I were you, mən bu şansı, deməli, dostlarımla, ailəmlə bu şoda keçəcəyim vaxt şansını qaçırmazdım. Yəni, izləməyə gələrdim demək istəyir. Bu elan nə üçündür? Belə deyim, cümlə başlığıdır, ardını tamamlamaq lazımdır. Bütün variantlara baxacağıq. İndi A-ya dəyməyək, bu doğru cavab olacaqdır. B-də deyir ki, deməli, köhnə şounu reklam eləmək, önə çıxarmaq deyir. Amma burada sirk deyir ki, dünyaca məşhur sirk şəhərimizdədir. Yəni, köhnə bir sirkdən söhbət getmir. Yəni, old şounu gördüyümüz zaman B-nin üzərindən xətt çəkirik. C-də deyir ki, yəni bu elan onun üçündür ki, öz müəllimlərinlə vaxt keçirəsən. Müəllimdən söhbət getmir. Bu da ən uzağı dost və valideyn dedi, yəni ailə dedi əslində. C-də olmur. Qalibi olmaq imkanı qazanmaq, ondan bir söhbət getmədi. Və Y-də isə evdə deməli məşhur bir şounu izləmək. Heç biri olmadı. A-ya baxırıq, insanları sirkə gətirməyə, yəni cəhd eləmək, cəlb etmək daha doğrusu, attract cəlb etməkdir. Deməli, A doğru variant oldu. Və sizə bir şey deyim ki, bəzən mətni, short texti abituriyentlər görüb çətin olduğunu düşünürlər, amma bəzən bir cümlə ilə, yəni aşağıdakı cavabları tərcümə edə bildinizsə, heç ümumi mətni tərcümə etmədən bir cümlə ilə doğru cavabı tapmaq mümkündür. Baxaq, A-da deyir ki, insanları sirkə gəlməyə, deməli, cəlb etmək deyir. İlk cümləyə baxaq, dünyaca məşhur sirk artıq şəhərimizdə, gəl və gör, yəni bu kamı və sini böyük ehtimal hər kəs bilir. Yəni bu iki qısa cümlədən tapmaq olur ki, bu insanları cəlb etmək üçündür. İki cəlb edici cümlə veribdir və ikincidə hətta sonda bir nida veribdir. Yəni bu şəkildə cavabı tapmaq mümkündür. Hətta ardını oxumağa ehtiyac olmur. Amma yaxşı olar ki, tərcümə bacarığı varsa, ümumi mətni tərcümə, yəni paraqrafı tərcümə etsəniz daha yaxşı olar. Belə, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.